Binəqədi qədim binə, ulu yurt yeri deməkdir. Abşeron yarımadasının mərkəzində yerləşən bu bölgə, tariximizin çox qədim izlərinin, unikal paleofauna xəzinəsinin saxlancı, Tunç dövrü sivilizasiyasının vətənidir. Qafqazın bütövlükdə ön Asiyanın ilkin faunasını öyrənən alimlər vaxtaşırı Binəqədiyə üz tutub, bu ərazidən tapılan materialları öyrəniblər. Binəqədi yaxınlığındakı bitumlarda 4-cü dövr faunasından xəbər verən zəngin materiallar aşkar olunub. Bitki növlərinin rəngarəngliyi, su ilə əlaqədar həşəratların çoxluğu burada şirin su mənbələrinin olduğundan xəbər verir. Hər bir yurdun taleyi onu binələyən insanların taleyinə bənzir. Yurtların da alın yazısı daş yaddaşı olur. Şəhərlər, kəndlər də insan kimi böyüyür, özünün gənclik və ahıllıq dövrünü yaşayır. Və hamısının da insan kimi qayğıya, sevgiyə, məhəbbətə ehtiyacı olur. İnsanla daş şəhərlərin bircə fərqi budur ki, yaşadığımız ulu yurt yerlərinin ömrü, taleyi bizim əlimizdədir. Bizik onun tarixini yazan, bizik onun şöhrətləndirən, əbədiyyətə qovuşduran. İllər ötür, bizsə bir təsəlliyə tapınır. Nə yaxşı ki, tarixin yaddaşı insanınki kimi qısa və ani deyil. Biz unutsaq da, dağ-daş unutmur bəzi müsibətləri, bəzi məqamları. 1915-ci ildə ermənilərin növbəti qırğını zamanı daşnaqların bu dağdan atdıqları top mərmisi belə Allahın evini dağıda bilməyib. Çünki bu məbədləri əli həmişə Tanrının ətəyində olan Allah bəndələri, əməli salih adamlar ucaldıblar. Tanrı isə öz yaratdıqlarına heç vaxt qıymayıb axı. Sonralar Sovetləşmə dövründə dinimizi də, imanımızı da göz-görəti qadağan etdilər. İnsanı öz inamından, əqidəsindən perik saldılar. Müqəddəs yolların, müqəddəs yolçularının başına min bir müsibət gətirildi. Lakin o müqəddəslik, o ümid işığı öləzimədi Tanrı bəndəsinin, Tanrı övladının ürəyində. Bu işığı 70 il bağrının başında gəzdirdi insan.
Min illərin Tanrı yolunu gələn və bu yolun sirli döngələrində taleyin min qovğası ilə üzləşən Binəqədi də özünə məxsus həyat səhifələri ilə Bakının iqtisadi, sosial və mədəni həyatında mühüm yer tutur. Binəqədinin başlıca sərvəti neftdir. Lakin qara qızıl heç də həmişə sahibinə şöhrət gətirməyib. Onun qara əlləri təkcə insanların taleyində deyil, torpağın da köksündə qara ləkələrə çevrilir. Qara qızılın cəfasını çəkənlər onun səfasından dadmağa macal tapmayıblar bəzən. Qədim və ulu torpaq zaman-zaman təsərrüfatsızlıq üzündən öz sərvətinin qara quluna çevrilib. Torpağın boğazına dolanan qara gölməçilər genişləndikcə, gözə görünməz qüvvələr bu yerlərin gülünə, çiçəyinə, insanlarına, bütün canlılarına sanki ölüm hökmü oxuyublar. Neçə illərin baxımsızlığı, təsərrüfatsızlığı ərazidə sanki qurudulması heç vaxt mümkün olmayan və hətta ağla belə gəlməyən nəhəng gölməçələr yaradı. Qır gölməçələri, zəhər, xəstəlik ocaqları. Qurd kimi torpağın şax damarını gəmirən bu gölməçələrin ifunəti bir yana, ondan məcburi istifadə edən, əkin biçinini quraqlıqdan qoruyan zəhmət adamının da hansı bəlalara düşər olduğunu söyləmək artıqdır. Zaman-zaman insan özünü dəmirin, daşın, yer üzünün bütün möcüzələrinin müəllifi hesab edib. Kiçik kəndləri böyük şəhərlərə çevirəndə də, adi dülgərlik emalxanasını, çəkməçi köşkünü nəhəng zavodlarla, fabriklərlə əvəz edəndə də ona elə gəlib ki, yer üzündə heç bir qüvvə insanın yaratdıqlarını məhv etməyə qadir deyil. Lakin vaxt ötüb və günlərin bir günündə öz yaratdıqlarının əsiri olub insan. Sonra düşünüb ki, əgər bu yerlərin münbit əkin sahələrini mazutun və çirkab suların axarında boğmaq əvəzinə Tanrının bəxş etdiyi təbii gözəllikləri və dünyanın ən böyük neməti olan torpağı özünün və övladlarının həyat mənbəyi kimi qoruyub saxlasaydı, bəlkə də heç bu nəhəng sənaye məsələlərinə, zavodlara da ehtiyac qalmazdı. Lakin görünür, insan hər şeyin qədrini onu itirəndən sonra bilir. Təbiətə vurduğu yaraların əvəzini isə öz canı, qanı, sağlamlığı bahasına ödəməli olur. Sonra da gecəli-gündüzlü zəhməti ilə səhvini düzəltməyə cəhd göstərir. 21-ci əsrin astanasında üzləşdiyimiz bir sıra bəlaların müqabilində göl qurutmaq bəlkə də çox adi bir iş sayıla bilər. Lakin düşünəndə ki, biz bu yerlərin sonuncu sakinləri deyilik, onda sözün əsl mənasında bəşər qarşısında və Tanrı dərgahında günahlarımızı yumağa həmişə hazır olmalıyıq. İnsanoğlu insan elə bir ömrünə balta çaldığı torpağın özündən möcüzə gözləyirdi. Bu möcüzə isə gec olsa da baş verdi. İnsan bütün qüvvəsini toplayıb təbii fəlakətə müharibə elan etməyə qərarı aldı. Binəqədi rayon fəallarının, alimlərin, mütəxəssislərin iştirakı ilə keçirilən işgüzar görüşün nəticəsi artıq sözdən işə keçməyin məqamı yetişdiyinə işarə idi.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı, millət vəkili İnqilab Nadirovun fikrincəsə, insan təkcə Tanrının verdiyi cəza qarşısında acizdir. Qalan hallarda o, mübarizə aparmaq və qələbə qazanmaq inamını heç vaxt itirməməlidir.